Salam, sabahınız xeyirli olsun, hörmətli izləyicilər. Fevral ayının birində Ordubad rayonunun Nəsirbaz kəndinə gəlib çıxdım. Dünənki yolla bugünkü fərqli idi. Bugün biraz rahat gəldim. Əsas işdə yol kürənib. Kəstirmə yol qar necə yağıb elədir. Traktor gedib hələ daha da bərbad eləyib. Maşından leş eləmişik buranı. 2 dəfəyə döndüyümüz yeri 10 dəfə yanlış dönmüşük. Qar çoxdur. Yerdə azdır. Qara girib dala verəndə elə olur ki, maşın saplanır, qalır qarda. Maşınlar sürətli gəlib burada. Xəta törətməsin deyə insanlara tramplin də qoyublar. Hava çox xoşdur. Dünəndən bu tərəfə nə qədər qar əriyib. Yolun kənarında olan qarlar yaprıxıb, kəsəklər üşüyüb. Yarım saat, 1 saat çəkməz, şifirdən qar daxıb gələr. Maşını deyəsən yolun ortasında qoymuşam, tam kənara çəkənməmişəm. Digər maşınlar gəlsə onlara maneçilik törətməz, yox, genişdir yəni. Sağ olun, hörmətli izləyicilər, növbəti videolarda görüşərik. Salamat qalın.